Siz bilirsiniz. Ha, məzmun xəttləri bilirəm. Dövlətdir, şəxsiyyətdir, Hı -hı. dövlət, şəxsiyyət, mədəniyyət, bildiyim şeydir. Dövlət, Dövlət, şəxsiyyət, şəxsiyyət, müəllimə. Dövlət, şəxsiyyət yox, müəllimə. Birinci məzmun xəttiniz tarixi məkan, zaman. tarixi məkan, tarixi zaman, dövlətdir. Dövlət, şəxsiyyət, mədəniyyət. Mədəniyyət, 5-ci mədəniyyətdir. Bəli. Bunları əzbərləyin ha, Zülqeydə müəllimə. Bəli, bildiyim şeylərdir. Bildiyim şeylərdir. Sadəcə birdən-birə. Bəli müəllimə, yəni orada da unudarsınız qəfil demə. Yox, unutmayın müəllimə. Tarixi məkandır, zamandır, şəxsiyyət, dövlət, şəxsiyyət, mədəniyyət. Siz elə ilkini dövlət şəxsiyyətlə başladınız deyə özünüzü də çaşdırdınız. Dövlət, şəxsiyyət, hə, yox, birinci tarixi məkan, zaman, sonra dövlət. Birincisini elə bil ki, bir tarixi məkanla zamanı belə dilimə gətirə bilmirdim. Dilimin ucundaydı. Hə, yaxşı müəllimə. Qiymətləndirmə meyarlarını şagirdlərə nə zaman elan edirsiniz? Hə, dərsin əvvəlində elan edirik. Yaxşı. Təlim nəticəsini nə zaman elan edirik? Təlim nəticəsi də dərsin əvvəlində. Aferin. Gündəlik olaraq neçə təlim nəticəsi qoya bilərik müəllimə? 1, 2, ən çox da 3. Bəs yaxşı müəllimə, müəllimənin etik davranış qaydalarından hansını tanıyırsınız? Ha, burada müəllim qanunçuluq, loyallıqdır, daha Isız. Loyallıqdır, ictimai etimaddır, qanunçuluqdur. Bəli, ictimai etimad, qanunçuluq, qərəzlilik. Bunları da deyə bilərsiniz müəllimə. Yaxşı. Fənninizi sevməyən şagirdiniz olarsa, Zülqeydə müəllimə, necə cəlb edərsiniz onu? Uşaqlara özlərinin istədiyi formada dərs təşkil eləyərəm, crosswordlardan istifadə eləyərəm, rolu oyunlardan istifadə eləyərəm ki, uşağı dərsə cəlb eləyim. Doğrudur. Refleksiya nədir müəllimə? Ha, refleksiya bitmiş bir işin nəyin, bənə bayaq dedi, bitmiş bir işin bitmiş bir fikrin şuurda inikasıdır. Hə? Mənimsəmə qavrama prosesidir. Yəni onu deyə bilmirsinizsə birbaşa deyə bilərsiniz ki, mənimsəmə qavrama prosesidir. Müəllimə, bir dənə deyin görüm necə aparırsınız refleksiyanı? Ha, refleksiyanı bitmiş bir işdir də bu. Bir sual cavabla. Deməyək müəllimə. Bildim müəllimə. Bitmiş bir işdə dərs qutaranda, belə sual cavabla belə eləyirəm də müəllimə. Sual cavab eləyə bilərsiniz. 3-2-1 üsulundan deyə bilərsiniz, istifadə edirəm Zülqeydə müəllimə. Bunları deyə bilərsiniz müəllimə. Yaxşı müəllimə. Meyar nəyə əsasən müəyyən olunur? Meyar alt standarta əsasən. Alt standart da 2 hissədən ibarətdir. Biliklə bacarıq. Yanlış. Yox, bildim müəllimə. Meyarı da nəyə əsasən? Təlim nəticəsinə əsasən. Ay, bəli. Tələsməyin. Hara tələsirsiniz Zülqeydə müəllimə? Sizə səhv eləmirəmsə keçən dəfə də demişdim, qaçırdınız elə bil. Qaça-qaça da tələsmədən, belə sakit, təmkinən, intonasiyalı şəkildə danışmaq lazımdır. Düz axıcı danışın, amma da bu axıcı danışmağınız sizin tez-tez danışmağınıza dəlalət etmir və həm də müəllimə nitqinizdə ı ifadələr işlətməyəcəksiniz. Belə qəşəng, bir də rus sözlərindən istifadə etməyəcəksiniz. Yəni ola bilər, bilmirəm indi sizin milliyyətdə var, o rus dili danışırsınız, yoxsa bu avar dilində danışır da mən ümumiyyətlə kənddə bizdə avarlardır, amma məktəbdə biz avar dilində danışmırıq. Amma aksentinizdə o saati hiss olunur müəllimə. Mənimlə o danışanda məktəb vaxtı olmur. Məktəb vaxtı elə bil ki, Azərbaycan dilində danışırsınız. Azərbaycanlılarla çox əlaqəm var mənim. Elə gündə neçə saatlarla danışıram. Belə məktəb vaxtı olmayan vaxtı, istər-istəməz 1-2 aydan belə vaxtı biraz hiss olunur. Biraz çox avarcı danışanda. Amma evə gəlirsiniz, evdə də avarca danışırsınız da müəllimə. O da sizə biraz Azərbaycanlıdır mənim. Evdə avarca danışmırsınız? Evdə uşaqlarla danışıram, amma qaynanam dil Azərbaycanlıdır, avar deyil. Belə müəllimə. Uğurlar Zülqeydə müəllimə.
Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Sonra Minə xanım müəllimə burada. Qətibə müəllimə ilə danışdıq. Nərgiz müəllimə. Nərgiz müəllimə dərsdə? Bəli, buradayım. Salam müəllim. Salam Nərgiz müəllimə. Nərgiz müəllimə, təsəvvür edin ki, sabah dərsinizdir. Sabah dərsinizdir. Hansı hazırlıqları görərsiniz? Proqram üzrə sabahki dərsimi əvvəlcədən hazırlayıram. Məsələn, baxıram ki, sabah burada hansı dərsimdir. Axşam o dərsimi hazırlayıram. Hansı resurslardan istifadə edəcəm. Jısız. Eləyəcəm, yox, eləyəcəm. Eləyəcəm, hansı resurslardan istifadə edəcəm. Sonra Müəllimə, o qədər cəmcəmlə danışırsınız. Bu cəmi deyəndə də o cəm sizdə qəribə səslənir əslində. ola bilər. Hə, buyurun. Hansı resurslardan istifadə Bəli, vəsaitlərimi, resurslarımı müəyyənləşdirəcəm. Yəni dərsimi hazırlayaram, Bəli, planlaşmama baxaram. dərsim. Yaxşı, bir valideyn övladını təhsildən uzaqlaşdırır müəllimə. Bu halda siz nə edərsiniz? Əgər o valideyn 10-11 isə o valideyn hüququdur, yəni uzaqlaşdıra da bilər. Amma yox müəllimə, amma sözündə bu hərfi yoxdur ki, mənim əzizim. Amma. Amma əgər 9-cu sinifə qədər o təhsildən uşağı yayındırarsa, mən valideynlə fərqli söhbət apararam. Ümumi olsa təhsilin məcburi olduğunu ona başa salaram və təhsildən şagirdin yayındırılmasını, yəni onun övladının yayındırılmasını yaxşı bir hal olmadığını ona başa salaram. Həqiqətən də mənim belə bir qarşıma belə bir valideyn çıxmışdı. Sonralar o uşağa əsgərlik gedib gələndən sonra, yəni onu mən düzdür 9-cu sinifə kimi məcbur gətirirdim, sinif rəhbəri olduğum sinif idi. Amma 10-11-i imkan vermədilər. Də uşaq istədi, nəsə valideyn uşaq evdə ailə vəziyyətlərinə əlaqədar olaraq. Sonra uşaq əsgərlikdə gəldi, terror əməliyyatlarını iştirak eləmişdi. Bir də gördüm şagird gəldi də, o uşaq gəldi mənim. Mən necə eləyim, bəs 11-ci sinif mənə açlıq lazımdır. Görürsünüz? Bəli, mən sonra onu eksternat verməlidir. İmtahan var idi, direktorla danışdım. Bu imtahana, yəni ki, boş. Bəli də 10-11-ci sinifi oxub təzədən eksternat imtahanı verərək attestat ala bilər müəllimə. Orada müəllimə onu deməyəcəksiniz. Sadəcə olaraq etdiyiniz fəaliyyəti ki, hə, bunu edərəm, onu edərəm, valideynlə söhbət apararım deyə bilərsiniz müəllimə. Nərgiz müəllimə, hansı planlaşmalar var və hansını da dəyişiklik edə bilirsiniz? Hər ikisində də planlaşdırma, 2 dənə planlaşdırma, illik büdcə, yəni cari planlaşdırma var, gündəlik planlaşdırma. Hər ikisində də yəni dəyişiklik edə bilərik. Məsələn, elə mövzular var ki, o çətin mövzulardır, elə mövzular var ki, asan mövzulardır. Ona 1 saat verilir və yaxud çətinə elə 1 saat verilir, asana 2 saat. Məsələn, onu uşaq qavramışsa, şagird qavramışsa, biz onun yerini dəyişə bilərik. Məsələn, tarixdə elə çətin mövzular var. Onun əvəzinə, yəni ki, asan mövzuları 1 saat edərəm, çətini 2 saat verərəm şagirdlərə. Və yaxud bayramlar olur, sonra belə, necə deyirlər? Müəllimə, o deyək ki, məsələn, 18 oktyabrda keçəcəyin dərs 20 yanvarla bağlı dəyişim varsa, hə? Müstəqillik gününün yeri dəyişə bilərəm. Xocalı soyqırımı, məsələn, sonunda verilir. Məsələn, 5-ci sinifdə o birdən sona aparıb çıxardılar. Onu gətirəcəksiniz 26 fevrala. Fevral gününə gətirərəm, dərsin yerini Bəli, dəyişərəm. dəyişiklik edə bilərsiniz, doğru. Dəyişiklik edə bilərəm. Qəşəng, doğru. Təşəkkürlər Nərgiz müəllimə. Minnətdaram əzizim. Bəli, hələ ki bacarmırsan. Yaxşı, multikulturalizm nədir müəllimə? Multikulturalizm fərqli dövlətlərdə, məsələn, hörmətdir. Fərqli dövlətlərin adət-ənənələridir deyək də. Bəli, belə bir şey. Fərqli mədəniyyətlərə hörmət və dözümlülük deyə bilərsiniz, bəli. Bir müəllim olaraq vəzifələriniz nədir müəllimə? Müəllim olaraq təhsil verən vəzifəsi proqramı mənimsətmək, keyfiyyətli təhsil vermək, təhsil alanların şərəf, ləyaqətinə hörmətlə yanaşmaq və bir növ onlara hörmət etmək. Doğru, deyə bilərsiniz müəllimə. Məktəb rəhbəri ilə yola gedirsinizmi?
Bəli, yəni elə məsələn, peşəkar fəaliyyətimə başladığım ildən həm rəhbərliklə, həm də müəllimlərlə səmimi, mehriban bir ünsiyyətimiz var. Doğrudur. Məsələn, hansısa deyək ki, nöqsanınızı sizə deyərsə direktor necə reaksiya verərsiniz? Əlbəttə ki, yəni biz hər hansı bir işimizlə fəaliyyət göstərirsə, burada uğurlarımız da ola bilər, bizim nöqsanlarımız da ola bilər. Yəni ən əsas məsələ biz məsələn nöqsanlarımızı qəbul etmək və üzərində çalışmaq və onları aradan qaldırmaqdır. Bəli, orada buyurun ki, müəllimə deyin ki, tənqid açıq müəllim kimi mədəni davranış etik prinsipi nümayiş etdirərəm. Tənqid açığam, bəli, deyə bilər. Hansısa nöqsanlarım varsa onlar üzərində işləyərəm, onları düzəltməyə çalışaram, deyə bilərsiniz müəllimə. Yaxşı müəllimə, deyə bilərsiniz, sizi işinizdə motivasiya edən nədir? Məni işimdə motivasiya edən şagirdlərimin uğurlarıdır, onların mənə qarşı sevgisidir. Mənim onlara qarşı sevgimdir ki, mənə bu daha çox motivasiya verir və işləmə həvəs verir. Doğru. Refleksiya nədir? Nə zaman aparırsınız? Onu da deyim. Refleksiya başa çatmış fikrin şuurda inikasıdır. Yəni biz refleksiya etməklə, refleksiyanın əslən dərsin sonunda aparırıq. Bir növ əvvələ qayıtmaqdır. Məsələn, biz baxırıq ki, şagird nəyi öyrənib, nədə çətinliyi var. Məsələn, 3-2-1 və yaxud da ki, sual-cavab üsulu ilə biz refleksiya edə bilərik. Qəşəng. Təşəkkürlər Mətanət müəllimə. Maşallah. Müəllimə, bir dənə nöqsanınızı deyim. Danışarkən bir dənə elə bil ki, cümləni deyirsiniz, növbəti cümləyə girişdə bir dənə eləyib sonra girirsiniz. Bunu bilirsiniz də, onsuz da bu bilirsiniz. Bu aşığın sözü qutarında bu neyinim deyən kimi sizin axı sözünüz qutarmayıb, sizin hələ davamınız var. Amma orada ı-ının nə məqsədi eləyirsiniz? Bir növ elə bil ki, müəllimlərin alışqanlığı mı deyim, vərdişidir mi deyim, bilmirəm. Onu ortadan qaldırmağa çalışırıq. Bəli, çalışacağım. Çox sağ olun. Sağ olun müəllimə. Sağ olun. Sonra Aygün Əhmədova. Yoxdur Aygün müəllimə, musiqi müəlliməsi. Amaliya Remixanova. Buradayam müəllimə, salam. Amaliya müəllimə. Buradayam, salam. Hə, Amaliya müəllimə. Bəli. Amaliya müəllimə, dərsin ortasında hiss edirsiniz ki, şagirdlər yorulublar. Bu zaman nə edərsiniz? Bəli, əgər dərsin ortasında şagirdlər yorulubsa, belə bir sual yox idi müəllim. Yoxdur, öz təcrübənizdən cavab verin. Haşiyə çıxmışam. Mən belə eksklüziv suallar verəcəm ara sıra sizə. Baxaq görək, orada qəfil eşitmədiyiniz bir sualla qarşılaşarsınızsa, vəziyyətdən necə çıxarsınız? Sizi yoxlayıram mən. Bax belə eləyəcəm. Sizi yoxlayıram. Baxım görüm daim mesela bunu PDF-ə qoymamışam. Yoxdur. Yoxdur. İxtisasınız nədir Amaliya müəllimə? Tarixdir. Tarix. İstəyir tarix olsun. İstəyir digər fən müəllimləri olsun. Məsələn, olur da 5-ci saatda dərsə girmişsiniz, uşaq yuxulaşır, deyək ki, yorğundur. Bu zaman biz fərqi yoxdur. Elə idman fiziki tərbiyə dərsinə aid deyil ki, bir neçə saniyəlik şagirdləri qaldırarıq, idman elətdirərik. Və yaxud da bir qısa şəkildə mahnı, elə biz özümüzdə şagirdlərlə bərabər bir musiqi səsləndirərik. Bir elə lap heç musiqi səsləndirmir. Bir dənə deyirik, qalxın, əyləşin. Qalxın, əyləşin. Bir qollarımızı geniş açaq, bir boynumuzu sağa, sola. Bir dənə uşaq qan dövranı yaxşılaşdı mı? Qan dövranı hərəkətə başladı. Bir uşağın ən azından da bir deyək ki, yorğunluğu çıxdı. Bəli, mən uşaqlara həmişə onu oxutdururam Gülnar müəllimə. Bizdə indi ibtidaidir də. Siz amma başqa bir idman deyək hərəkətləri və yaxud musiqisi ilə o uşaqların yorğunluğunu qaldıra bilərsiniz. Yəni mütləq şəkildə bunu etmək lazımdır həqiqətən də. Aydındır. Yaxşı. Qiymətləndirmə meyarlarını nəyə əsasən müəyyən edirsiniz? Qiymətləndirmə meyarları təlim nəticəsinə görə təyin olunur. Təlim nəticəsi isə alt standarta əsasən müəyyən edilir.
Bəli, 6 standart neçə hissədən ibarətdir? 2 hissədən bilik və bacarıq. Doğru. O, sinif daxili konfliktlərlə bağlı PDF-də var idi, Amaliya müəllimə, sinif daxili konfliktlərin həlli olun. Var idi. Sinif Amma, daxili buyurun. konfliktləri həll edərkən deməli 3 yolu var bu problemləri həll etmək üçün. Bəli. Sinif iclaslarını keçirməklə ortaq dəyərlərin yaradılması və xüsusi müəllim strategiyasından istifadə etməklə sinif daxili konfliktləri həll etmək olar. Doğru, qəşəng. Valideyn övladının yerini dəyişmək istəyərsə nə edərsiniz? Hə. Valideynlə söhbət apararaq valideynə çatdıraram ki, yəni şagirdləri boy sırasına görə, görmə qabiliyyətlərinə görə əyləşdirmişəm. Əgər onun övladında da belə bir problem varsa, bunu nəzərə alacağımı bildirirəm. Doğru, qəşəng. Təşəkkürlər Amaliya müəllimə, çox sağ olasınız. Sağ olun. Frəngiz Şərifova. Buradayım müəllimə. Salam Frəngiz müəllimə. Frəngiz müəllimə, diferensial yanaşma haqqında PDF-imizdə var idi. Var idi. Diferensial yanaşmanı danışın. Diferensial yanaşma, yəni bütün sinif şagirdləri arasında hərəyə özünə uyğun olaraq hər bir şagirdə onların bilik və bacarıqlarına uyğun olaraq yanaşmaqdır. Bir də yəni onların bilik və bacarıqlarını nəzərə alaraq yəni işləməkdir onlarla. Bilik bacarıqlarının potensial imkanlarına uyğun yanaşmadır. Nəzərə alaraq hərəyə özünə görə yəni yanaşırıq və diferensial yanaşma zamanı deyəcəksiniz ki, mən 3 xüsusiyyəti nəzərə alıram. Şagird marağını, şagird səviyyəsini və öyrənmə tərzini. Deyə bilərsiniz müəllimə. Yaxşı müəllimə, deyə bilərsinizmi ki, yoldaş qiymətləndirməsinin əhəmiyyəti nədir? Yoldaş qiymətləndirilməsi əsasən cütlərlə iş zamanı aparılır. Yəni yoldaş qiymətləndirilməsi ondan irəli gəlir ki, şagirdlər bir-birinə hörmətlə yanaşırlar, bir-birini dinləmə bacarığı yaranır, ünsiyyət bacarığı yaranır onlarda. Bir də orada ən önəmli rəy vermə və empati hissinin formalaşması var. Bəli, bunu deyə bilərsiniz müəllimə. Yaxşı müəllimə. Bullying nədir müəllimə? Bullying, yəni bullyingin ümumiyyətlə növləri var, amma bullying bir şagirdin digər şagirdlər tərəfindən təzyiqə məruz qalmasıdır. Yəni onu da aradan qaldırmaq üçün mütləq şəkildə araşdırılmalıdır, fərdi söhbətlər aparılmalıdır. Fiziki bullying var, psixoloji bullying var, sosial bullying var. Və bunu da təbii ki, müəllim araşdırıb, axtarıb, fərdi söhbətlər aparıb, alınmasa hətta psixoloqa da müraciət etmək olar. Doğrudur müəllimə. Bəs yaxşı müəllimə, ixtisasınızla bağlı nələr oxuyursunuz? İxtisasımla bağlı, ümumiyyətlə tarixlə bağlı bütün mövzular mənim üçün maraqlıdır. Araşdırmalar aparıram, internetdən araşdırma çox aparıram. Xüsusilə mənim özümün maraq dairəmdədir o. Sonra müxtəlif materiallar oxuyuram, bu hazırlıq kitablarına çox diqqət yetirirəm. Xüsusilə də bizim bu Anar İsayevin dərslikləri var, Xəyal Əhmədlinin test bankları var. Sonra Dimin test bankları ilə çox vaxt işləyirəm. Elə boş vaxtlarımda da. Doğru. Frəngiz müəllimə, o siz 60+ yaşı olan müəllimə idiniz? Yox. Bildim. Təşəkkürlər müəllimə. Qəşəng müəllimə. Çox sağ olun. Sonra Ülkər müəllimə dərsdə? Bəli, müəllimə buradayım. Aha, Ülkər müəllimə, belə bir sual verim sizə. Məzmun xətlərinizi deyin görüm əzizim. Musiqi fənninin məzmun xətləri, musiqi aləmi, emosional dəyərləndirmə, musiqi fəaliyyəti. Məzmun xəttiniz dəyişirmi? Xeyr, dəyişmir. Bəs hansı halda dəyişə bilər müəllimə? Fənnimin məzmun xətti heç bir halda dəyişmir məncə. Yox, ümumiyyətlə məzmun xətləri nə zaman dəyişə bilər? Deyə bilərsiniz? Sinifdən sinifə. Fənlər arası dəyişir. Fənlər arasında. Məsələn, sizin məzmun xəttiniz, birinci məzmun xəttinizlə mənim birinci məzmun xəttim fərqlidir. Deməli, fənlər arasında dəyişir. Amma fən daxilində dəyişmir. Birinci sinifdə musiqi necədir? 9-a kimi də elə gedəcək. Musiqi 9-a kimi tədris olunur, elə mi müəllimə? Bəli, 9-a. Deyə bilərsiniz. Yaxşı müəllimə. Belə bir sual verim sizə.
Təlim nəticələrini nəyə əsasən müəyyənləşdirirsiniz? 6 standarda. Doğrudur. Bəs müəllim valideyn münasibətlərini necə tənzimləyərsiniz? İlk öncə valideynlərimlə aramda pozitiv bir münasibət quraram. Valideyni anladığımı onu göstərərəm, münasibətdə israrlı olaram, təşəbbüskarlığı ələ alaram və konfidensiallığı, məxfiliyi qoruyub saxlamağa çalışaram. Qəşəng. Məktəb rəhbəri ilə yola gedirsinizmi? Bəli, işlədiyim məktəb rəhbərliyi və həmkarlarımla daim bir pozitiv münasibət içərisindəyəm. Həmçinin onlarla xoş bir ünsiyyət qurmağa çalışıram. Aferin, qəşəng. Direktor sizi tənqidi fikirlər yanaşarsa dərsinizə necə edərsiniz müəllimə? Əgər direktor, məktəb rəhbərliyi müəllimlərin etik davranış qaydalarına, mədəni davranış prinsipini pozmadan dərsimə hər hansı bir tənqidi iradə olarsa, mən bu nöqsandan dərs çıxarmağa çalışaram, səhvlərimdən. Mən tənqidə açıq müəllimə, bunu mülayim qarşılayaram və səhvlərimdən nəticə çıxardaram. Doğru. Hansı planlaşma var və hansını da dəyişiklik edə bilirsiniz? Planlaşdırma iki cürdür. Cari gündəlik planlaşdırma, hər dərs günündən bir gün əvvələ hazırlanan, bir də illik planlaşdırma var, perspektiv planlaşdırma. Hər tədris ilinin əvvəlində fənn müəllimi tərəfindən hazırlanır. Məktəb direktoru, direktor müavini və metod birləşmə sədri tərəfindən təsdiqlənir. İllik planlaşdırmada müəllimlər əsasən dəyişiklik edə bilməz, lakin bəzi istisna hallar vardır ki, misal üçün müharibə, zəlzələ, pandemiya zamanı, eyni zamanda mövzuları, hər hansı bir mövzunu şagirdlərə tədris edərəm, öyrədərəm və formativ qiymətləndirmə zamanı görürəm ki, uşaqlar bu mövzunu anlamaqda çətinlik yaşayıblarsa, başqa bir mövzuya verdiyim 2 saatdan 1 saatı yenidən bu mövzunun tədrisinə zaman ayıraram. Yəni, perspektiv planlaşdırmada saatların miqdarını artırmadan və yaxud da azaltmadan dəyişiklik edə bilərəm. Həmçinin tətil günlərinin yeri dəyişildiyi zaman bizim dərsimiz həftədə bir dəfədir, musiqi fənni. Ola bilər ki, Xocalı faciəsi mart ayına təsadüf etsin, o mövzunun yerini dəyişərək fevral ayında qeyd edə bilərəm. Maşallah, Ülkər müəllimə, necə qəşəng danışırsınız? Çox sağ olun müəllimə. Aferin sizə. Maşallah. Sizin haqqınızda lazımi yerlərə bir nə göndərəcəm müəllimə? Çox sağ olun. Bir tərif göndərəcəm, belə deyək. Bildiniz də müəllimə nə deyirəm? Çox sağ olun. Hə, biz o lazımi yerlərə o konstruktiv rəyimizi göndərəcəyik müəllimə. Narahat olmayın. Maşallah olsun. Təşəkkürlər Ülkər müəllimə. Çox sağ ol canım. Samiri Əzizova. Bu arada dərsimizi qayd edirəm və YouTube üzərindən bizi izləyən müəllimləri buradan salamlayıram. Dərsin ortasında da olsa və bizim qruplarımız haqqında bir qısaca olsun sizə məlumat verim. Bugünkü qrupumuzun dərsi avqust qrupudur. Burada 3 dərs keçmişik. Gec olmadan siz də qoşula bilərsiniz. Məlumdur ki, dərslərimiz, deməli, mövzularınız açıqlanıb, imigçilərin imtahan vaxtları açıqlanıb. Ona görə növbəti aydan sertifikasiyanda müsahibə mərhələsi başlayacaq əziz müəllimlər. Yəni, heç vaxt, heç nə üçün gec deyil deyə düşünürəm. Ən son anda belə qoşulmağınız, nə isə öyrənməyiniz sizə uğur gətirə bilər düşünürəm. Və buna görə də qoşulun, öyrənin. Həm qrup dərslərimizdən istifadə edərək qoşula bilərsiniz, həm bizim fərdi dərslərimiz var, ondan istifadə edərək qoşularsınız. Fərdi dərslərimiz, deməli, həm MİQ, həm sertifikasiya üçün fərdi dərslərimiz mövcuddur. MİQ üçün mükəmməl şəkildə mövzularımız, dünya görüşü ilə bağlı PDF-lərimiz, digər kurikulumla bağlı, psixoloji suallarla bağlı həm PDF-lərimiz, həm səsli izahlarımız, bütün materiallar biz tərəfindən sizə göndəriləcək, icmallarınız sizə hədiyyə olunacaq və bizə qoşulan müəllimlər həm MİQ, həm sertifikasiya müəllimlərinə icmallar hazır şəkildə göndəriləcək. Hal-hazırda biz icmallar üzərində işləyirik. Müəyyən icmallarımız hazırdır, müəyyənlərini də hazırlayıb imtahan vaxtınıza qədər sizə göndərəcəyik. Tək icmal istəyən müəllimlər də bizimlə əlaqə saxlayıb bizdən icmalları ala bilərlər. Və tək təqdim etmək istəyən müəllimlər, özünü təqdim etmədə çətinlik çəkən, yaza bilməyən müəllimlər üçün dəstək oluruq. Onu da hazırlayıb sizlərə veririk. Buyurun bizim dərslərimizə qoşulun, öyrənin. Müsahibə mərhələsinə qəti şəkildə müəllimlər hazırlıqsız getməyin. Və bu arada kanalıma abunə olmağı,
Şərh yazmağı, videolarımızı paylaşmağı və bəyənməyi unutmayın. Yeni videolarımızın davamlı olmasını istəyirsinizsə, siz də bizim kanalımıza abunə olaraq yeniliklərdən məlumatlı olun. Belə müəllimlər, növbəti müəllimimiz gəlsin, Rəna Əliyeva. Yoxdur Rəna müəllimə, Gülnar Mustafayeva. Vüsalə Məmmədova. Ləman Quliyeva. Günortadır da, ham istirahətdədir. Yeganə Məmmədova. Aysel Həsənova. Salam müəllimə, buradayam mən. Salam, qoçaq müəlliməmiz. Aysel müəllimə, valideyn iclasa gəlməzsə, nə edərsiniz? Əgər hər hansı bir səbəbdən valideyn iclasda iştirak etməzsə, biz onun övladı ilə bağlı məlumatları valideynə göndərərik. Övladı ilə bağlı uğurları olsun, uğurları ilə bağlı olsun, yəni məlumatlandırarıq valideyni. Mütləq. Təsəvvür edin ki, sabah dərsinizdir. Hansı hazırlıqları görərsiniz? Əgər ilk öncə axşamda mən gündəlik planlaşdırmanı hazırlayaram. Planlaşdırmada mən dərsdə hansı resurslardan, hansı vəsaitdən istifadə edəcəmsə, onları müəyyənləşdirib planlaşdırmanı tutaram. Bəs yaxşı, qiymətləndirmə meyarlarını nəyə əsasən müəyyən edirsiniz? Qiymətləndirmə meyarlarını təlim nəticəsinə əsasən müəyyənləşdiririk. Diaqnostik qiymətləndirməni nə zaman aparırsınız? Diaqnostik qiymətləndirməni tədris ilinin əvvəlində aparılır, bölmənin əvvəlində. Əgər sinifə yeni şagird gələrsə, apara bilərik. Qəşəng. Bəs yaxşı, necə aparırsınız desələr? Diaqnostik qiymətləndirməni test usulü ilə də apara bilərəm, sual-cavab şəklində də apara bilərəm. ST şəklində də, yəni yazdıraraq apara bilərik. Aysel müəllimə, sizə bir dənə PDF-dən kənar sual versəm, eksklüziv. Olar müəllimə. Dərsdə diferensiallığı necə təmin edirsiniz? Dərsdə diferensiallığı hər bir şagirdə fərdi yanaşaraq, onun səviyyəsinə uyğun, potensialına uyğun yanaşaraq təmin etmiş olaraq. Doğru. Burada, bax, buna belə də cavab verə bilərsiniz ki, müəllimlər diferensiallığı bu illərin bu sual, bu il təmayül məktəblərinə müsahibə verən müəllimlərə düşən sualdır. Deməli, deyir ki, diferensiallığı təmin etmək üçün, bax, diferensial yanaşmada oradan giriş belə verə bilərsiniz ki, bilirik ki, diferensial yanaşma, özəl yanaşma, fərdi yanaşma, fərqli yanaşma, hər şagirdin öz bacarığına, potensialına uyğun olaraq yanaşmadır. Və mən diferensial yanaşma zamanı 3 xüsusiyyəti nəzərə alıram. Şagird marağı, şagirdin səviyyəsi və şagirdin öyrənmə tərzidir. Marağını nəzərə alaraq onun istəkləri üzərində dərsimi qururam. Səviyyəsi onun hansı səviyyədədir, nəyi bilir, nəyi bilmir, onun deyək ki, potensialına uyğun tapşırıqlarımı, fəaliyyətlərimi qururam və öyrənmə tərzini nəzərə alaraq hansı öyrənmə tərzinə sahibdir onlar. Yaxşı, bir dənə öyrənmə tərzini mən deməyim, siz deyin, hansı öyrənmə tərzləri var müəllimə? Öyrənmə tərzləri, məsələn, aidial öyrənmə və yaxud 4 öyrənmə tərzi var. Aysel müəllimə, 4 öyrənmə. Audial, vizual, kinestetik oxuyub yazaraq. Bunları yadınızda saxlayın. Bunlar bizimlə yoldaşdır. Dərs prosesində, tədris zamanı biz mütləq şəkildə şagirdlərin öyrənmə tərzini, müxtəlif situasiyalarda bu öyrənmə tərzlərini önə çəkə bilərsiniz. Necə? Məsələn, biz ümumiyyətlə dərslərimizi qurarkən şagirdlərin həm öyrənmə tərzini nəzərə alırıq, həm şəxsiyyət tiplərini nəzərə alırıq, həm intellektlərini nəzərə alırıq. Məsələn, müxtəlif fəaliyyətlərə cəlb edir. Məsələn, bu zaman mən dərsimdə şagirdlərin öyrənmə tərzini nəzərə alacağam. Necə öyrənməyi sevir? Audialmı, vizualmı, kinestetikmi, oxuyub yazaraqmı? Hansı intellektə sahibdir? Məsələn, bunu bir çox müəllimlər kurikuluma hazırlaşmayanlar çətinlik çəkir. İntellekt Howard Gardnerin nəzəriyyəsində intellektin növləri, verbal intellektə, verbal lingvistik intellektə sahibdir. Sonra musiqi ritmli, məntiq, riyazi intellektə sahibdir.
fərd daxili intellektimi, şəxslər arası intellektimi, yəni bunlara uyğun olaraq, məsələn, baxırsan ki, sinifində introvert şagirdlər var, məsələn, fərd daxilidir. O introvert şagirdlər, bir də şəxsiyyətin tipləri var. Introvert, ekstravert, ambivert. İntrovertlər yalnız tək işləməyi sevirlər. Onlar qrup işini yox, fərdi işə üstünlük verirlər. Burada da Howard Gardnerin fərd daxili intellektinə sahibdir o uşaqlar. Ekstravert şagirdlər qrup işini, sosiallaşmağı, cəmiyyətdə daim dostları ilə oynamağı, işləməyi sevənlərdir. Bunlar şəxslər arası intellekti. Ambivertlər hər ikisinin qarışığıdır. Həm bundandır, həm ondan. Həm ətrafdan rəy almağı sevirlər, həm öz fikirləri ilə getməyi sevənlərdir. Bax, biz ümumiyyətlə dərslərimizin təşkilində bunların hamısını şagird tipini, şagirdin şəxsiyyət tipini, şagirdin öyrənmə tərzini, şagirdin intellektlərini nəzərə alaraq dərslərimizi qururuq. Və bunu yadınızda saxlayın müəllimə. Bullying nədir Aysel müəllimə? Bullying güclü şagirdin zəif şagird üzərində göstərdiyi təzyiqdir. Bəli, doğru. Təşəkkürlər Aysel müəllimə. Gülnar gəlsin. Sağ olun. Sağ olun. Salam müəllimə, necəsiz? Sağ olun Gülnar müəllimə, təşəkkür edirəm mənim əzizim. Gülnar müəllimə, sinif daxili konfliktləri necə həll edirsiniz? Sinif daxili konfliktləri həll edərkən sinif iclaslarından istifadə edirəm. Ortaq dəyərləri yaratmaqda. Ola bilər ki, məsələn, hansısa şagirdlər arasında baş verirsə, onlarla fərdi söhbət də apara bilərəm və onların əməkdaşlığının, ünsiyyətinin, onların dərs nailiyyətlərinə daha çox belə deyək, xeyir verəcəyini başa salıram. Çalışıram ki, daha çox əməkdaşlıq etsinlər, ünsiyyət qursunlar, konfliktin zərərlərini onlara başa salıram bu şəkildə. Valideyn övladının yerini dəyişmək istəyərsə, deyir ki, mən uşağım gətir qarşı partada əyləşdir Gülnar müəllimə. Belə deyək də, nəzərə alsaq ki, biz şagirdləri əsasən boy sırasına və görmə qabiliyyətinə görə ön sıralarda əyləşdiririk. Mən valideynə bunu başa salaram və əgər onun uşağında belə bir qüsur varsa, bunu nəzərə alaram. Amma bir də deyərəm ki, biz dərslərimiz interaktiv şəkildə keçdiyinə görə əsasən heç belə problemlər yaşanmır. Yəni qrup işi olsun, cütlərlə işi olsun, müxtəlif oyunlar şəklində olduğuna görə heç bəzən buna necə deyim, ehtiyac yaranmır ki, yəni şagird öndə oturdu, arxada oturdu. Xüsusən də bizim tarix fənni olduğuna görə biz daha çox necə deyim, sözlər vasitəsilə, testlər vasitəsilə və yaxud da ki, müəyyən oyunlar vasitəsilə keçiririk. Ona görə o qədər də ehtiyac olmur. Yaxşı müəllimə, bir dənə də eksklüziv sual sizə verirəm. Buyurun. Valideyn gəlir deyir ki, Gülnar müəllimə, mən uşağıma hər gün 5-4 yaz gündəliyinə, məktəbli kitabçasına. Təbii ki, bu düzgün bir hal deyil. Mən ilk növbədə bunu ona izah eləyərəm ki, bu həm şagirdin gələcəyi baxımından düzgün deyil, həm də ki, qanuni şəkildə düz deyil. Onun deməli formativ nəticələrini göstərərəm, diaqnostik nəticələrini göstərərəm. Yəni yalan bir qiymətin yazılmasının ona daha çox mənfi təsirləri olacağını başa salaram. Yox, yalan qiymət demir müəllimə. Deyir ki, neçə alır onu da yaz. 3 alır 3-ünü yaz, 2 alır 2-sini yaz. Yox, indi elə şagirdlər ola bilər ki, müəllimə, məsəl üçün, ola 2-yə layiqdir, amma biz onun elə bir müsbət cəhətini tapa bilərik ki, o ruhdan düşməsin, qapalı düşüncəyə keçməsin deyə, onu yəni öz səviyyəsindən daha aşağı enməsin deyə nəzərə almalıyıq da onun necə deyim, xüsusiyyətini, onun daha yaxşı nəticə göstərməsini təvəzzüləni. Nə yaman düşündünüz, ay Leyla müəllimə, Pərvanə müəllimə, nə düşündünüz belə? Bunu belə deyəcəksiniz müəllimə, səsləri açmayın, zəhmət olmasa. Belə deyəcəksiniz Gülnar müəllimə, biz gündəlik olaraq qiymət yazmırıq. Və biz bilirik ki, yeganə kəmiyyətlə qiymətləndirmə summativdir. Biz valideynə ilin əvvəlində meyarların, çünki biz meyarlar əsasında rəy veririk. Meyarların mahiyyətini aşılayacaq ki, biz qoyduğumuz təlim nəticəsinə əsasən meyarlara uyğun biz şagirdlərə rəy çıxardıb verəcəyik. Yəni rəy veririk. Meyarlarımıza əsasən rəy veririk. Və o meyarların mahiyyətini biz valideynlərə başa salmalıyıq ki, onlar bizdən qiymət istəməsin. Və buna belə deyə bilərsiniz. Yaxşı müəllimə, sinifdə utancaq şagirdiniz var, tapşırıq vermişsiniz, təqdimat etməkdə çəkinir, lövhə qarşısına çıxmır. Necə o təqdimatı ondan alaq?
Yəni əgər o lövhəyə çıxmaqda utancaqlıq edirsə, ilk növbədə onun yerində soruşaram, yəni yerində cavab verə bilər. Eləcə də onu müxtəlif fəaliyyətlərə cəlb edə bilərəm. Məsələn, ondan hansı bir əşya istəyə bilərəm və yaxud da lövhənin silməsini deməli xahiş edə bilərəm. Bununla da məsələn oyunlarda iştirakını təmin edə bilərəm. Həmçinin kənarda da həm özüm, həm psixoloqla əlaqəli şəkildə çalışıram ki, o bu xasiyyətini, yəni zaman keçdikcə belə də sıradan çıxarılsın belə bir xarakterdə. Bəli, ümumiyyətlə, yəni sinifimizdə elə o uşaqlar olur, o zamanla sadəcə olaraq onu xırda fəaliyyətlərə cəlb etməklə, dur gəl iş vərəqlərini payla, dur sən summativlərimizi sən yığ gətir, gəl lövhəmizi sil, gəl lövhəmizə ayın tarixini sən yap. Bu kimi, yəni şagirdi sırf deyək ki, adaptasiyada uyğunlaşdırana qədər, yəni o fəaliyyətlərə cəlb edə bilərik. Təşəkkür edirəm Gülnar müəllimə. Siz də sağ olun. Qəşəng danışırsınız müəllimə, nitqiniz aydın, səlis. O bir dənə sualda onu məni qane etmədi. Hələ ilk başlanğıcımızdır. Sizin haqqınızda çox müsbət fikirlər alacağımı düşünürəm. Çox sağ olun, təşəkkür ederim. Siz sağ olun müəllimə. Buyurun. Sonra gəlsin Ləman Quliyeva, Yeganə Məmmədova, burada Aynur Məmmədova, Şəfa Əliyeva. Buradayam müəllimə. Buyurun Şəfa müəllimə. Şəfa müəllimə, salam əzizim. Müəllimə, formativ nə zaman aparırsınız? Formativi dərs boyu aparıram. Dərs boyu formativ qiymətləndirmə aparılır. Formativ qiymətləndirmə məktəb daxili qiymətləndirmənin bir növüdür. Bəli. Məktəb daxili qiymətləndirmə 3 dənədir. Diaqnostik, formativ, summativ. Formativ qiymətləndirmə adekvat qiymətləndirmədir. Şagirdi olduğu yerdə olacağı yerə aparan qiymətləndirmədir. Davam edə bilərsiniz? Bəli, formativ qiymətləndirmə şagirdi izləməyə kömək eləyir. Şagirdin zəif və güclü tərəflərini öyrənirik. Şagirdə yoldaş qiymətləndirməsi aparmağa kömək eləyir. Əməkdaşlıq, ünsiyyət bacarıqları formalaşdırır. Qəşəng. Bullying nədir müəllimə? Bullying güclünün zəif üzərində təzyiq edir. Bullyingin müxtəlif növləri var. Kiberbullying, sosial bullying, verbal bullying, qeyri-verbal bullying. Doğrudur müəllimə. Yaxşı, portfolio nədir? Portfolio diaqnostik qiymətləndirmə sənədlərinin qoyulduğu qovluq. Tək diaqnostik qoyuruq ora müəllimə? Yox, formativi də qoyuruq. Ümumiyyətlə, şagirdlərin əl işləri olsun, formativi, summativi, diaqnostiklə bağlı məlumatlar orada saxlanılır. Şəfa müəllimə, maşallahınız var. Maşallahınız var. Daha çox çalışın. Mən bu xətlərini də əzbərləmişəm, deyilmi müəllimə? Deyil. Cəmiyyət və təsviri incəsənət, təsviri və dekorativ yaradıcılıq, estetik reaksiya. 3 dənə məzmun xəttimiz var. 3 məzmun xəttimiz var. Bəli müəllimə, təşəkkürlər. Çox sağ olun. Çox sağ olun müəllimə. Aygün Bayramova gəlsin. Salam müəllimə, hər vaxtınız xeyir. Salam Aygün müəllimə. Aygün müəllimə, diaqnostik qiymətləndirmə haqqında bilgilərinizi danışın. Biz bildiyimiz kimi məktəb daxili 3 dənə məktəb daxili qiymətləndirmə var. Diaqnostik, formativ, summativ. Diaqnostik qiymətləndirmə dərsinin əvvəlində şagird nailiyyətinin ilkin səviyyəsini yoxlamaq üçün aparılır. Bu qədər mən. Müəllimə, 3 dənə məktəb daxili qiymətləndirmə demirik. Deyirik ki, məktəb daxili qiymətləndirmənin 3 növü var. 3 növü var. Şəfa müəllimədə də onu hiss elədim, unutdum onu da deməyə. 3 dənə məktəb daxili qiymətləndirmə yoxdur. Məktəb daxili qiymətləndirmənin 3 növü var. Diaqnostik, formativ, summativ. Diaqnostik haqqında məsələn necə aparırsınız? Yaxşı, sırf sualları verirəm. Necə aparırsınız diaqnostiki müəllimə? Diaqnostik qiymətləndirmə şagirdlərin ilkin səviyyəsini yoxlamaq üçün biz fiziki tərbiyə müəllimi olaraq məsələn testlə yazılı şəkildə aparmırıq da biz. Bilirəm, sizdə normativlər deyil. Normativlər. Onu deyəcəksiniz müəllimə.
Mən testlə aparıram, siz deyəcəksiniz normativlər əsasında. Normativlər Oğlanlar üçün ayrı normativ, mən elə bilirəm, qızlar üçün ayrı normativ. Orada genişləndirilmiş danışın. Niyə duruxursunuz bəs Aygün müəllimə? Dayanmadan axıcı şəkildə danışın da. İxtisasınızı bilirsiniz ki, necə aparacağınızı bilirsiniz. Meyarlar nəyə əsasən müəyyən edirsiniz? Təlim nəticəsi. Təlim nəticəsi nəyə xidmət edir? Təlim nəticəsi də Alt standarta. Alt standarta. Alt standart neçə hissədən ibarətdir? 2 hissədən ibarətdir. Hansılardır? Bilik və bacarıq. Bilik, bacarıq. Təlim nəticəsini nə zaman elan edirik şagirdlərə? Dərsin əvvəlində. Dərsinin əvvəli yox. Dərsin əvvəli. Refleksiya nədir müəllimə? Refleksiya dərs boyda şagirdlərə refleksiya verilə bilər. Ən çox dərsin sonunda verilir. Verilmir o müəllimə. Refleksiya verilmir. Refleksiyanı edirik. Refleks edirik. Necə edirik? Necə edəcəksiniz müəllimə? Bir də refleksiyanı bax hansı üsulla edərsiniz siz? Elə siz özünüz də müəllimə 3-2-1 üsulundan istifadə edə bilərsiniz. Nə olsun ki, fiziki tərbiyəsiz. Deyəcəksiniz ki, uşaqlar, bax bugünkü mövzumuzla bağlı 3 yadınızda qalan hərəkət, hansı hərəkətlər, hansı o etdiyimiz fəaliyyət yadınızda qaldı? Sizin üçün hansı o 2 ən maraqlı, deyək ki, göstərici hansı oldu? Bir, sizin üçün qaranlıq qalan nə oldu? Nəyi eləmək istəyərdiniz? Bundan sonra hansı hərəkətləri, hansı oyunu, hansı fəaliyyəti daha keçirməyimizi istəyir? İxtisasınız üzrə quraşdırıb deyin də müəllimə. Niyə duruxmusunuz? Mənim əzizim. İstənilən üsulu ixtisasım üzrə düzgün elib deyərəm. Məsələn, indi mən bəzi elə ixtisaslar var ki, ona yansıdıram, eləsi var, eləyə bilmirəm. İndi mən o ixtisas sahibi deyiləm ki. Amma məsələn, fiziki tərbiyədə deyə bilərsiniz. Yaxşı. Təşəkkürlər Aygün müəllimə. Oldu, sağ olun. Aygün müəllimə, çox danışmaq lazımdır. Evdə çox öz üzərində məşq eləyin. Danışın, danışın, danışın. Vəssalam. Danışın. Çox çalışın. Sağ olun. Çalışın, informasiya bazanız olsun müəllimə, söz çoxluğunuz olsun, söz ehtiyatınız zəngin olsun. Yəni orada axıcı şəkildə danışın, dayanmadan danışın. Çox sağ ol əzizim, təşəkkür. Mən adını çəkməmişdiniz ki, zəhmət olmasa. Siz kimsiniz? Rahibə. Rahibə müəllimə yox, adını çəkməmişəm. Sonra Aynur Məmmədova burada, Fatma Kərimova, Gülər Əhmədova. Salam müəllimə, mən Fatma Kərimova. Fatma müəllimə, buyurun. Bəli. Sonra Gülər Əhmədova hazırlaşsın, sonra İntizar Əliyeva. Fatma müəllimə, diferensial yanaşma nədir? Diferensial yanaşma, fərdi yanaşma, şagirdin öz bacarığına, marağına uyğun şagirdə yanaşma. Diferensial yanaşma zamanı hansı xüsusiyyətləri nəzərə alırsınız? Hansı xüsusiyyətləri nəzərə alırıq? Bayaq dedim, 3 xüsusiyyət. Nə idi onlar? Şagird marağı, şagird səviyyəsi və öyrənmə tərzi. Bunu demək lazımdır. Valideyn müəllim münasibətlərini necə tənzimləyirsiniz Fatma müəllimə? Müəllim valideynlərlə mütəmadi olaraq təmasda olmalıdır. Şagirdin mənfi müsbət mən biraz heyecanlandım. Birinci sualı bilmədim deyə heyecan gəldi mənə. Müəllimə, burada siz bilmədiniz. Elə hamı hər şeyi, mən hər şeyi bilirəm. Professoram. Hamımızın bilmədiyi tərəf var. Bəs bura niyə yığışmışıq? Öyrənmək üçün. Mənim əzizim. Elə yaxşı, orada da ki, oturmuşsunuz, ilk sualı bilmədiniz, onda düşəcəksiniz, bloklanacaqsınız, digərlərinə də cavab. Biraz heyecanlandım. Yox. Həyəcanı yığışdırın, geçsin. Həyəcanı yığışdırın, müəllim. Müəllim valideyn münasibət qurmaq üçün, valideynlə münasibət qurmaq üçün ilk növbədə ələ almaq lazımdır. Valideynə anlayış göstərmək, onunla empatiya qurmaq, bəli. münasibət qurmaq lazımdır. Lazımdır, yox müəllimə.
Lazımdır yox, deyən onu edirəm. Valideynlə münasibətdə pozitiv münasibət yaradıram, effektliyi ələ alıram, sonra onunla təşəbbüskarlığı ələ alıram, onu anladığımı göstərirəm, ümumi iclaslarda konfidensiallığı qoruyuram. Mütəmadi olaraq valideyni tədris prosesinə cəlb etməyə çalışıram, bəli, öz üzərinizlə danışın. Danışdığınız cümlələri əzbər xatirinə yox, özünüzünkiləşdirərək danışın, mənim əzlərim. Yaxşı. Yoldaş qiymətləndirməsinin əhəmiyyəti nədir? Nə kimi bacarıqlar formalaşdırır şagirddə? Yoldaş qiymətləndirməsini əsasən cütlərlə iş forması verərkən biz şagirdlərdə empatiya hissidir, rəy vermə bacarığı formalaşdırır, şagirdlərdə fəal dinləmə, aktiv dinləmə bacarığını formalaşdırır. Onlar arasında ünsiyyət, əməkdaşlıq kimi bacarıqlar formalaşır. Yoldaş qiymətlərinin bu kimi faydaları var. Bəli, rəy vermə, empatiya ən önəmlisi. Bunları da qeyd edirsiniz. Təşəkkürlər Fatma müəllimə. Həyəcanı qovun getsin müəllimə. Həyəcanı yanınızda saxlamayın. Onu orada bəsləməyin. O bizə zərər verəcək. Oldu, baş istəməli. Sağ olun. Növbəti dəfə görüntünü açaraq danışırıq. Həyəcanımızı yox edirik. Zamanınız azdır. Çox sağ olun müəllim. Siz sağ olun müəllimlər. Bir də hamınızın müəllimə icmalları hazırlanır. İcmallar hamınıza verəcəm icmalları. PDF şəklində hamınıza göndərəcəm. Sertifikasiyanın deməli müsahibə mövzuları gəlib, bilirsiniz. Hamınıza verəcəm. Bir də əlavə kimlər icmal istəyərsə bizdən buyursun. YouTube-da bizim əlaqə nömrələrimiz də var. Oradan bizimlə əlaqə saxlayıb bizdən icmallar alsın. Və bir şeyi qeyd edeyim ki, bizim yazdığımız icmallar, yəni özəl olaraq, yəni mən heç bir icmallarda onu görməmişəm. Hər icmalın altında biz 4 səviyyə üzrə konstruktiv rəylər qoyuruq. Belə ki, keçən il hamıdan rəy soruşmuşdular ki, ikinci səviyyə üzrə rəy ver, birinci səviyyə üzrə rəy ver. Hansı rəyi nədən çıxartmısan meyardan, qoyduğu meyara əsasən şagirdə 3-cü səviyyə üzrə rəy ver və bunları vurğulanmışdılar. Ona görə bu ilki indi yazdığım icmalların hamısının aşağı hissəsində sonda sizin üçün rəylər də qoyacağıq ki, orada siz hansı səviyyə üzrə deyir, o səviyyə üzrə baxıb deyə bilərsən və yaxud əzbərləyə bilərsən. Yəni bizdən icmal alan müəllimlər bizdən YouTube-la da əlaqə saxlayıb icmallarımızı əldə edə bilərlər. YouTube-da bizim əlaqə telefon nömrələrimiz var. Gülər müəllimə, təşəkkür edirəm. Rəfiqənizi də gətirmisiniz. Bizdən razı qalmısınız ki, rəfiqənizi də dəvət eləmisiniz. Hətta rəfiqəmin bacısı da gələcək. Bilmirəm, yazdınız sizə. Solmaz müəllimə yazasınız. Bilmirəm, onu bəlkə də yazıbdı, bilmirəm. Solmaz müəllimə ələ ki... Məndən soruşdu. Dedi, Nailə müəllimə tərifləyir. Sən deyirsən, dedim, bəli, mən özüm bilirsən ki, xoşum gəlmədiyi bir şey görmərəm, xoşum gəlmədiyi müəllimə də qoşulmadım. Mən ixtisas müəllimdə seçəndə elə seçmişdim və sizi də bəyəndiyim üçün hər kəsə tövsiyə edirəm. Təşəkkürlər Gülər müəllimə, dəyərli fikirləriniz üçün çox sağ olun. Seçiminizdə yanılmamısınız, həqiqətən. Yəni, seçiminiz mükəmməldir də Gülər müəllimə. Bu arada da bir balaca da özümü tərifləmiş oldum amma. Təbii ki, zarafat edirəm. Çox sağ olun mənim. Səhərdən açdırmacan evdə ancaq sizi dinləyirik. Vay vay. Elə olar ki, qrup yoldaşlarımı, hər kəsə, həmkarlara məsləhət görmüşəm, indi öz fikirləri qoşulmaq. Çox sağ olun, maşallah. Ürəklər gör nə ürəklər gəlir də bizə. Bax, görürsən, müəllimlə... Çox sağ ol, canım müəllim, təşəkkür edirəm. Əslində, çox müəllimlər mənə yazır ki, bütün günü evdə qaynanam, hələ o gün biri yazıb ki, qaynatam da, qaynanam da deyir, bütün günü sizə qulaq asır. Yol gedirik, deyir, yol gedirik musiqi əvəzinə, maşında deyir, sizin səsinizi dinləyirik, deyir, musiqi əvəzinə. Nə gözəl ki, yəni kimlərəsə faydam dəyməyi mənə böyük zövq verir, həqiqətən də. Nə gözəl ki, mənim danışdıqlarımı kiməsə ötürə bilirəm. Bu da müəllimin hansı bacarığıdır? Gülər müəllimə desin. Hansı?
Müəllim nə qədər öz ixtisası haqqında geniş məlumata sahib olsa da, qoyula sualı vermiş kimi cavablandırıb. Bəli. Müəllimin özünün didaktiklik qabiliyyəti olmalıdır, mövzunu izah etmə qabiliyyəti olmalıdır. Müəllim eyni zamanda öz həmkarları ilə, rəhbərliyi ilə pozitiv münasibətdə olmalıdır. Biz müəllim olaraq şagirdlərimizə nümunəyik. Dəstəkləyici mühit yaratmayı bacarmalıyıq. Şagirdlərlə diferensiallığı təmin etməliyik. İstər valideynlər olsun, valideynlərlə də təşəbbüskarlıq bacarığı olmalıdır ki, müəllimin valideynlərlə təşəbbüsü ələ alsın. Onları, valideynləri məktəb mühitinə də cəlb etməyə bacarmalıyıq. Çünki valideynlər də dərs mühitində önəmlidir. İstər dərs dinləməsində, şagirdlərimizin nailiyyətlərində, şagirdlərimizin şəxsiyyət kimi yetişməsində valideynlərimizin də rolu böyükdür və bunların hər birini bacaran bir pedaqoq müəllim olmalıdır. Maşallah, sən bir sualın içində müəlliməm. 4-5 mövzunun izahını verdin. Elə danışsan, yəqin mənə görə bir sual veriləcək. Ay, sağ ol. Danışın. Deyəcək, dur get. 40 bal. Müəllimə, bax. Videolarınızda deyil mən. Bir müəllimə demişdi ki, mən 5 dəqiqə əhatəli özümü təqdim etdim. Mən elə düşündüm ki, müəllim hər tərəfli danışdığına görə, yəni görürlər ki, bu müəllim hər cürə kurikulum başdan ayağa bilir də. Diferensiallığı haqqında danışıb yəqin, özünü gözəl təqdim edib, deyirlər ki, buna ixtisar verməyə ehtiyac yoxdur. Müəllimə 40 bal vermişdilər. Unutmuşam, 40 bal alan müəlliməmiz çox idi. Həqiqətən bir məqamı vurğulayım. Həqiqət, inşallah, Gülər müəllimə, inşallah. Keçən il mənim bir fizika müəllimə, adını da buradan səsləndirirəm, mənim bütün videolarıma baxır. Afina müəllimə, buradan sizi salamlayıram. O necə danışmışdısa, ona demişdilər ki, müəllimə, siz sırf filoloq kimi danışırsınız. Deyib, sırf filoloq kimi danışırsınız. Həqiqətən də məni dinləyənlər elə bilirlər ki, mən filoloqam. Əslində mən filoloq deyiləm, ibtidai sinif müəllimiyəm. Sadəcə mən zamanla o qədər kitablar oxumuşam ki, müəllimlər. Bədii kitablar, romanlar. Yəni bir romanı başlayırdım, onu bir günə bitirməsəm dayana bilmirdim də. Yəni o kitab məni elə çəkirdi. Amma indi son 5-6 ildir oxumuram. Çünki heç ümumiyyətlə vaxtım yoxdur oxumağa. Amma istəyərəm həqiqətən də oxumaq. Odur ki, insanda söz bazasının çox olmasıdır, söz ehtiyatının. Yəni bir sözü mən 5-6 fərqli formatda ifadə edə bilirəm. Bir mövzunu başqa cümlələrlə, başqa sözlərlə ifadə edib, onu əvəzləndirib, sinonimlə, antonimlə əvəzləşdirib danışa bilirəm. Bəlkə də ondan dolayı gəlir ki, mən o kitabları zamanla çox oxumuşam. Şagirdlərimə də deyirəm ki, yəni sırf məktəb dərsi kitablarından kifayətlənməyin. O qədər gözəl əsərlər var ki, nə qədər çox oxusaq, o qədər müəllimə. Bəli. Mən Nailə müəllimlə ixtisası qrup yoldaşımdır Nailə müəllimə. Həm də çox yaxın münasibətimiz var. Bir yerdə hazırlaşmışıq. Və ikimizə də məqsədi 57 bal toplamışıq. İkimizə də məqsədi inşallah 40 bal toplamaq. Ən azından 38. İnşallah. 30 plus. Vəssalam. Ya 20 plusu qəbul etmirəm mən. Keçək. Müəllimə, diaqnostik qiymətləndirmə haqqında danışın. Diaqnostik qiymətləndirmə məktəbdaxili qiymətləndirmənin bir növüdür. Diaqnostik qiymətləndirmə həm də ilkin qiymətləndirmədir. Biz diaqnostik qiymətləndirməni keçirərkən öz planlaşdırmamıza da dəyişiklik etmək yönündən istiqamət alırıq. Belə ki, şagirdlərin öyrənmə tərzlərinə, hansı şəxsiyyət tiplərinə məxsusdur, onlar haqqında anlayış